Evdən xoş gördük. Xoş gördük. Mən istəyirəm ki, bugünkü verilişimizin süjet xəttini elə qurum ki, yüksələnə doğru gedək. Yəni qrafik belə olsun. İnşallah. Ona görə də müəyyən mənada sənin karyeranda belə deyim də acı hissələr var. Acı deməzdim onu. Sadəcə olaraq belə bəlkə də alınmayan hissə var bu olimpiya oyunlarıdır. İstəyərdim ki, bir olimpiyadalar haqqında danışaq əvvəlcə. Sonra artıq gedək sənin karyeranın ən uğurlu yerlərinə, ən zirvə nöqtələrinə. Olimpiyadalardan necə olub ki, alınmayıbsın ki? Əvvəla mən də hər kəs salamlayıram. Dəvətiniz üçün çox sağ olun. Sizə və kanal rəhbəri hər kəsə öz minnətdarlığımı bildirirəm. Olimpiya oyunları qeyd etdiyiniz kimi həqiqətən hər bir idmançının idman karyerasında mən düşünürəm ki, ən zirvə olan bir nöqtədir. Hər kəs olimpiya oyunlarında ən azından öz ölkəsini təmsil edib və orada medallarla qayıtmaq istəyir. Olimpiya oyunları elədir ki, məndə karyeram müxtəlif vaxtlarına düşdüyü üçün, məsəl üçün 2 olimpiya öncəsini götürsək, bizdə mənim çəkimdə Rövşən Bayramov kimi karyerası zəngin olan bir idmançı var idi. O olimpiya oyunlarında, yəni açıq desək, o vaxt bizdən daha layiqli olduğu üçün o iştirak edirdi. Ondan sonraki karyeramda 55 kg çəki darçə güləşdiyim vaxtlarda Dünya Güləş Federasiyasının verdiyi qərara əsasən 55 kg çəki dərəcəsi yığışdırıldı son 2 olimpiya oyunlarında. Ona görə mənim üçün artıq 2 qat çətinləşdi ki, olimpiya oyunlarında iştirak eləmək. Sözün açığı, axırıncı olimpiya oyunlarında mən seçim qarşısındaydım. Çəkimi dəyişib olimpiya oyunlarında iştirak eləmək, yoxsa tarixi rekorda getmək. Bilirsiniz ki, bizdə Yunan güləş tarixində mən o vaxtlar 2 dəfə dünya çempionu idim. Mənimlə bərabər Fərid Mansurov 2 dəfə dünya çempionu olmuşdu. Bir də müstəqilliyimizdən öncə Məhiyyədən Allah verdiyi, yəni ard-arda 87, 88 və 89-cu illərdə dünya çempionluğu var idi. Buna qədər yox idi. Mən ya dünya çempionatlarında rekorda getməlidim, ya da ki, olimpiya oyunlarında çəkimi dəyişib yeni bir çəkidə özümü yoxlamalı idim. Burada da yəni həm məşqçilər, həm rəhbərlik tərəfindən biz otluq məsləhətləşdik. Mən belə qərara gəldim ki, ümumiyyətlə həyatda nəinki güləşdə, öz həyatda da çalışıram ki, realist olam. Nə qədər optimist olmağa çalışsam da, yəni bir yaş baxımına görə mən olsaydı həmin vaxt 22, 23, 24, 25 yaşlarım deyərdim ki, risk eləməyə dəyər, çəkimi dəyişim. Çünki bizdə bilirsiniz ki, bir çəki yuxarı güləşmək yəni çox çətinlik yaradır. Yəni sırf çəkini yığmaq deyir orada məqsəd. O ilə bərabər o çəki ilə bərabər gücü yığmaq, o yarışa adaptasiya olmaq, yeni rəqiblərə adaptasiya olmaq, yeni rəqiblərin analiz eləməyi bu istər-istəməz vaxt aparırdı. Və ona görə mən belə bir qərar verdim ki, olimpiya oyunlarında iştirak eləməməyə baxmayaraq mən 3 dəfə dünya çempionu olmağıma seçim və elə də oldu. Mən bu gün öz seçimimdə mənə elə gəlir ki, yanılmamışam. Çünki belə deyək, burada bizdə belə bir termin var güləşdə. Reysdən düşüb yeni bir reysə minmək biraz mənim üçün çətin olacaqdı. Mən elə düşündüm. İndiki olimpiya oyunlarında da yenə də mənə sual verirlər ki, bəlkə axırıncı olimpiya oyunları, amma axırıncı olimpiya oyunlarını deyirəm, realist kimi götürəndə mənim yaşım artıq keçmiş olur. Ona görə mən düşünürəm ki, olimpiya oyunlarında yəni medal qazanmadan yəqin ki, karyeramı bitirmiş olacağam. Mən istəyirdim ki, sual verim ki, bir olimpiya qızılını 4 dünya çempionluğu qızılına dəyişərsən, ancaq görürəm ki, artıq sual verməyə ehtiyac yoxdur. Yox, burada baxır hansı prizmadan yanaşırıq məsələyə. Məsəl üçün, olimpiya oyunları qeyd etdiyim kimi, yəni bu idman tarixinin zirvəsidir. Bu, yəni müzakirə olunması bir mövzudur. Ancaq 3 dəfə, 4 dəfə dünya çempionu olmaq və yaxud Avropa çempionu olmaq bu idmançının professional nə dərəcədə işinə professional yanaşmağından xəbər verir. Çünki ola bilər ki, hansısa bir olimpiya oyunlarında sənin ulduzun parlasın, çıxarsan, olimpiya medalı qazanarsan. Amma dünya Avropa çempionatları stabil olaraq hər il medal vermək, mən düşünürəm ki, bu idmançının həm işə yanaşdığı məsuliyyətdən, həm professionallığından xəbər verir. Artıq mən 4-cü dəfə dünya çempionuyam. Nəinki 4 dəfə dünya, 3 dəfə dünya çempionluğunu mən düşünməzdim ki, olimpiyalarda verərəm. Səninlə tamamilə razıyam. Yəni peşəkar baxımdan hansısa bir bu gün mütəxəssisi biz götürsək, peşəkar mütəxəssisi götürsək və soruşsaq ki, hansı daha qiymətlidir, deyəcək ki, dünya çempionu. Həqiqətən də belədir. Çünki yəni sadəcə burada başqa məsələ var da. Olimpiya oyunlarına heç güləşə baxmayanlar da baxır. O mənada olimpiyada populyarlıq gətirir, olimpiyada məşhurluq gətirir. Bu tərəfdən əlbəttə ki, ancaq sırf məsəl üçün peşəkarlığa gəlir. Elə bir ki, bir sahənin sən peşəkarından soruşursan, bir də var ki, kütlədən soruşursan. Belki ki, hansı kütlədə, o deyəcək ki, kütlədəki hamısı olimpiyadan soracaqlar. Bir tərəfdən isə peşəkar isə həmçə deyəcək ki, yox, dünya çempionu olmaq. Sən bizim böyük güləşçilərimizin adını çəkdin, həqiqətən də onların
nəticəsini keçmək asan məsələ deyil. Mən o vaxt yadıma gəlir ki, uşaq idim. Mən heyətdən Allah verdi. Dünya çempionatlarında, Avropa çempionatlarında hamısı o da gedirdi. Bəli. Hamısı o da gedirdi. Ancaq gəlib olimpiya çempionu ola bilmədi. Ola bilmədi, o da ola bilmədi. Bəli. Ən yüksək nailiyyət oldu. Bəli, dördüncü. Yəni bu da müəyyən qədər hardasa görsən ki, idmançının karyerasının hardasa alınmaması deməkdir. Əlbəttə ki, bütün komplekt, bütün dəst olsa, təbii ki, bu da yaxşı olar. Ancaq mənə elə gəlir sən peşman deyilsən bu ilə bağlı. Yox, təbii ki, peşman deyiləm. Mən Allah həmd olsun, yəni verdiyim seçimlərdə heç vaxt həyatda çalışıb yanılmayım. Bir də onu istəyirəm deyim ki, bax o çəki dəyişmə məsələsi var idi ya. Oradakı rəqiblərdən biraz qorxu ki, mən bunlarla baş edə bilmərəm. Var idi o məsələ. Yox, orada təbii ki var idi. Yox desəm, bu yəni mənə elə gəlir ki, səmimi deyil. Təbii ki var, bu idmandır. Ancaq belə deyək də, mən illərdir bir çəkiyə adaptasiya olmuşam və bir çəkiyə öyrəşmişəm və bu çəkidə güləşən idmançıların demək olar ki, böyük əksəriyyət hamısını analiz eləmişəm və nələr eləyə biləcəyini və nələr eləyə bilməyəcəyini aşağı-yuxarı bilirəm. Amma yeni çəkiyə çıxmaq, onun üçün ən azı 2 il vaxt lazımdır. Sən o çəkiyə adaptasiya olasan və o çəkiyə yenə dediyim kimi, sırf 60 kiloqram güləşirəm deyən çəkim 62-63 olmalı deyil. Çıxdın, o çəkidə heç olmasa ən azından bir turnirdə, bir beynəlxalq turnirdə yer tutmalısan, medal qazanmalısan və o idmançılarla vuruşmalısan ki, sən öz potensialının hansı dərəcədə olduğunu biləsən. Təəssüflər olsun ki, o bizim əlimizdə o şans yox idi. Çünki bizdə 60 kiloqram artıq yetərincə konkurensiya var idi. Murad var idi, Nihat var idi. Onlar bu gün hər ikisi, məsələn, Nihat Avropa dünya çempionudur, Murad dünya ikincisi idi. Yəni o konkurensiya var idi. Mənim o konkurensiyaya qoşulmağım biraz yəni çətinlik yaradırdı mənə. Ona görə mən realist olaraq dünya çempionatını seçdim. Bir maraqlıdır ki, vasitələ əlbəttə ki, Yunan-Roma güləşçisi, sərbəst güləşlə məşğul olan digər hamısı, əlbəttə ki, müəyyən bir vaxtdan sonra hamısında görürsən ki, qaydasız döyüşə də gəlirlər. Bəli. Təklif olub, istək olub, yəni bu sahəyə keçməyə, yoxsa yəni bu barədə məsələ nə yerdədir? Yox, sözün altı təklif də olmuyor. Heç təklif olsa da yəni dəyərləndirəcəyimi düşünmürəm. Mən ümumiyyətlə 26 ildir güləşirəm. Ümumiyyətlə bu sahədə olanlar o idmançılara, idmançı kimi baxırlar yoxsa yox? İdmançı kimi. Məsələn, idmançı yoxsa biraz tamamilə başqa şeydir? Yəni UFC-dən söhbət gedir yoxsa UFC-dən söhbət gedirsə təbii ki, yəni bizdə bilirsiniz ki, idman həm olimpiyonları və qeyri-olimpiya iki yerə ayrılır. Olimpiyonlar təbii ki, həmişə ən yüksəkdir. Çünki bu həm ölkə tərəfindən, həm idmansevərlər tərəfindən başqa cür qiymətlənilir. Çünki olimpiya oyunlarında iştirak edən idman növləri fərqlidir. Amma qeyri-olimpiya idman növlərinə gəlir, təbii ki, mən onlara idmançı kimi baxıram. Yəni onların da yəni idmanda əziyyətləri az deyil, həmçinin milləti, dövləti, xalq onlar da təmsil edirlər. Ona görə mən deməzdim ki, biz onlardan nəyəsə görə üstünlük. Sadəcə olaraq seçdiyimiz idman növü bizim olimpiya idman növüdür, onlarınki qeyri-olimpiya idman növüdür. Hə, professionallıq cəhətdən təbii ki, konkurensiya cəhətdən təbii ki, olimpiya idman növlərində olan konkurensiya, professionallıq daha üstündür. Amma son illərdə UFC-nin artıq dünyada bu qədər tanınması və bu qədər belə deyək də reklam olunması, onunla hardasa mən deyərdim ki, artıq gətirib yəni bizdən heç aşağı səviyyə yəni düşmürlər. Yəni bizi ilə bərabərləşiblər artıq deyə bilərəm. Ancaq bir tərəfi də var ki, UFC-də və MMA-də hal-hazırda uğur qazananlar, son illərdə uğur qazananların əksəriyyəti yəni həvəskar idmanda elə də böyük ciddi idmançılar olmayıblar. Yəni güclü deyillər. Bəli. Çünki bilirsiniz, yəni sən özün də bir virtual şəkildə deyə bilərsən də, falan kəsdi məsəl üçün. Nə bilim, son vaxtların, yəni son günlərdə bu döyüş oldu. Justin Gaethje və Rafael Fiziev arasında. Mən onların adını çəkmək istəmirəm. Sadəcə ümumiyyətlə deyirəm ki, yəni ki, təsəvvür elə ki, virtual şəkildə sən onlarla orada döyüş meydançasındasan. Təsəvvür eləmək istəmirəm. Çünki o tam başqa bir sahədir də, yenə də o sahə üçün ciddi hazırlıq tələb edir. Yəni həqiqətən onların işləri də yəni asan iş deyil, çox çətindir onların işləri də. Mən özümü orada təsəvvür eləmək istəmirəm, çox çətindir mənim üçün orada özümü təsəvvür eləmək. Amma yəni mən sözün açıq mən də izləyirəm onları. Orada da sevdiyim idmançılar çoxdur. Həm yerli idmançılarımızdan bilirsiniz ki, ancaq yəni Azərbaycanlı olaraq iştirak edən Rafaeldir təkcə. Amma digər məsələn orada Dağıstanlı idmançılar mənim üçün ən sevdiyim idmançı, orada izlədiyim və böyük pərəstiş etdiyim idmançı mənim üçün Həbibdir. Çoxdur düzdür orada sevilən, amma mənim üçün
həmişə bir nömrəli Həbib Həbib olub. özü belə bu sahədə, bu tərəfdə həvəskar güləşlər necə güləşçi adlandırmaq Həbibin olar? atası da həmişə müsahibələrində qeyd etdi ki, mən istərdim ki, oğlum mənim güləşçi olsun və güləşdən olimpiya çempionu olsun. Deyir, o güləşdə alınmadığına görə biz getdik onu UFC-də iştirak elədik. Bunu biz nəyə görə eldən istəyirəm, mən sənin dilindən eşidim ki, çünki bu populyarlıq həqiqətən də o qədər o səviyyəyə çatıb ki, son illərdə hamısı Conor McGregor, məndən Həbib Nurməhəmmədov, hamısı elə bilir ki, elə dünyanın ən güclüləri bunlardır. Ona görə biz sənin dilindən eşitmək istəyirdim ki, onun atasının da dediyi sözdür ki, həqiqətən də bunlar belə götürsək, yəni normal peşəkar, belə biz onu həvəskar adlandırırıq. Əsl elə peşəkar burdadır. Bu olimpiya güləşində elə də o qədər də səviyyə deyillər. Siz tarix boyu hər hansısa bir idmanın zirvəsi olur və yaxud da düşüşü olur da. Hal-hazırki dövrdə elə bir dövrü yaşayır ki, hamı populyar olaraq UFC-ni, Həbibi, Conoru, nə bilim, Rəfali tanıyır populyarlıq olaraq və onları dünyanın ən yaxşı idmançıları adlandırırlar. Amma bu tərəfdən də bir reallıq var ki, güləş kimi, boks kimi, judo kimi idman növləri bunlar tarixin bütün sınaqlarından uzaq keçiblər və daimi olaraq populyarlarını həmişə saxlayıblar. Yəni bugün UFC populyar edən o deməkdir sabah da belə olacaq. Sabah nə olacaq? Sabah bəlkə elə bir idman növü çıxacaq, onu da populyarlıqda gəlib keçəcək. Amma idman deyəndə, professionallıq deyəndə, güləş kimi, boks kimi daha qədim ənənələr dayanan idman növləri götürdükdə bunlar həmişə tarixin hər bir keçmə-keçli illərindən keçib və bu günə kimi də öz populyarlığını qoruyub saxlayıb. Ona görə professional baxımdan təbii ki, bu idmanları mən onlarla qiyaslamazdım. Mən istəyirəm sənin dayın haqqında danışım. Şahin Diniyev mənim Azərbaycanda ən çox hörmət etdiyim futbol insanlarından biridir. Həqiqətən də çox böyük hörmətim var ona. Sənin dayındır. Yəni bəlkə də çoxları bilmir bunu. Yəni Şahin Diniyev Azərbaycan milli komandasının baş məşqçisi olub, bizim tanınmış futbolçumuz olub vaxtı ikən. Şahin Diniyevin sənin güləşçi olmağında hansısa bir rolu var? Böyük rolu var, bəli. Bizdə dayı mənim güləşçi olmağımda çox böyük rolu var. Ümumiyyətlə özünün fizionomiyasında da bir güləşçi fizionomiyası var. Var. Mən ümumiyyətlə evdə həmişə məni dayıma oxşadırlar. Həm fizionomiyada, həm də ki belə danışdığımızda, zarafatlaşmağımızda, hər şeyimdə dayıma oxşadırlar ki, yəni dayıma çox oxşayırsan. Dayım təbii ki, mən ilk öncə futbolçu olmağımı istəyirdilər, amma nə yaxşı futbolçu olmamışam, güləşçi olmuşam. Bu seçimdə də Allahın bilirsə, yanılmamışam. Niyə Azərbaycandakı futbola görə yoxsa ümumi futbola görə? Azərbaycandakı futbola görə sözün açığı, yəni çünki bu gün mən futbolu seçsəydim, mən düşünmürəm ki, bu nəticələri mən orada qazana biləcəydim. Amma bu gün Allah həmd olsun Azərbaycan güləşində, yəni ən çox dünya Avropa çempionu olmuş medalı olan idmançı mənəm. Həm dünya çempionatlarında 4 dəfə dünya çempionu olmaqla tarixi rekord mənim əlimdədir. Məndən sonra Hacı və Məhiyyəddin müəllim az öncə qeyd elədi. Onlar var. Mən düşünmürəm ki, bu tarixi nəticələri mən orada təkrarlaya biləcəydim. Dünya çempionu 100% olmayacaq. 100%. Və ən yüksək hansısa Avroliqanın qrup mərhələsinə düşə bilərdi komanda olaraq. Təbii ki, mən də bu komanda olaraq uğur da, yəni mən belə deyək də, futbolda olan uğurla güləşdə olan uğuru tam fərqləndirirəm. Çünki futbol elə bir idman növüdür ki, orada yəni bir idmançının çox istəməyi, yəni məsələni həll eləmir. Orada gərək meydançada olan qapıçı ilə bərabər 11 futbolçunun 11-i də yəni həmin oyunu qalib gəlmək istəməlidir. Eyni motivasiya, eyni adaptasiya olmalıdır oyuna. Tam futbol tamam başqa bir məsələdir. Güləş tamam fərqlidir. Amma yenə də sualınıza gəlmək istəyirəm ki, Şahin müəllimin mənim güləşi seçməyimdə və güləşimdə uğurlu olmamda çox böyük kömək olub. O vaxt mən xatırlayıram 2006-2007-ci illərdə hələ bizdə Güləş Federasiyası o qədər bizim belə deyək, maliyyə cəhətdən problemlərimiz çox idi. Yəni o qədər ciddi belə maliyyə problemlərimiz var idi. O vaxt biz Gürcüstana ilk beynəlxalq turnirə gedəndə hər bir idmançı Respublikada birinci və final güləşən idmançılar dövlət tərəfindən göndərildilər beynəlxalq turnirə. Ancaq 3-cü yerə çıxmış idmançılar isə hər kəs kim istəyirsə öz hesabına Gürcüstanda keçən beynəlxalq turnirə getməlidirlər. Və mən də o vaxt ilk çıxış elədim Azərbaycan çempionatında 3-cü olmuşdum. Ona görə dövlət tərəfindən heç bir maliyyə yox idi mənim üçün və mən öz hesabıma gedəsi olacağam. Və o vaxtda biz kasıb ailədə böyüdüyümüz üçün, yəni mənim pulum yox idi ki, mən gedəm yarışda iştirak edeyim. O vaxt mən daimdən xahiş elədim və məni ilk beynəlxalq turnirə daim göndərdi. Və ilk qazandığım uğur həmən o uğur oldu ki, mən özümü artıq beynəlxalq arenada göstərdim. Yığma komandada olan məşqçilərin etimadını qazandım və ondan sonra artıq mənim güləş karyeram uğurlu olmağa başladı. Ondan sonra gəldi bizdə Qaradəniz oyunları var. Yenidən mən oraya getdim. Orada çempion oldum. Ondan sonra mən Avropa çempionatına iştirak hüququ qazandım. Məşqçilər məni seçdilər ki, Avropa çempionatında mən güləşim və o ilə də artıq bu uğurlu karyera o ilə başladı. Ona görə dayı ilk addımlar dayının sayəsində olub. Bəli, dayı sağ olsun. Dayı ilə görüşəndə də futboldan danışırsınız, yoxsa güləşdən?
Sözün açığı son görüşdüyümüzdə Yoxsa ancaq futboldan danışırıq. Son görüşdüyümüzdə ancaq futbolda və futbolda olan problemlərdən danışırıq. Amma güləşdə belədir ki, danışacaq çox şeyimiz yoxdur. Hələ ki mənim üçün hər şey uğurludur. Güləşdə o qədər problemlər də futboldakı kimi deyil. Futbolda olan, mən düşünürəm ki, olan problemlərimiz daha ciddi və daha danışılası, müzakirə olunması problemlərdir. Ona görə daim həmişə futbol haqqında müzakirə edirik. Mən özümdə futbolu çox sevdiyimə görə, futbol daim oynadığıma görə demək olar ki, həmişə daima futbol haqqında müzakirə edirik. Nədir futboldakı problemlərimiz? Yəni sənin güləşçinin fikri nədir bu barədə? Məncə futbolda maliyyə cəhətdən heç bir problem yoxdur. Ümumiyyətlə biz danışdığımız kimi idman sektoru elə bir sektordur ki, həmişə maliyyə üzərində qurulur. Həmişə orada mütləq olaraq yüksək qanarlar olur. Amma futbolda bu yoxdur. Maliyyə cəhətdən problem mən düşünürəm ki, yoxdur. Amma problem futbolda bunu belə deyək, uşaq futbolunda, məsələn biz futbolçu dostlarımızla daim söhbət edirik. Onlar da həmişə bunu qeyd edirlər ürək yanğısına ki, bizdə uşaq futboluna o qədər dəyər verilmir. Yəni təzə uşaq futboluna yetişmə, onların məşqçilərinə ayrılan maliyyə cəhətindən olan qanarlar olsun, uşaq futbolunda stadionu olsun, soyunma geyinmə otağı olsun, forması olsun, vitaminizasyası olsun. Bunlar bir idmançının uğur qazanmağı üçün böyük amillərdir və bunlar kompleks şəkildə olduqda hər hansısa bir idmançı uğur qazana bilər. Və bu bir idmançıdan söhbət gedir, bir komandadan söhbət gedirsə, bu artıq daha böyük kütləvlə olmalıdır ki, hər hansısa bir komanda artıq uğur qazanmağa doğru yol irəliləsin. Təəssüflər olsun ki, mən bunu görmürəm. Yəni uşaq futbolumuzda mən bunu görmürəm. Bizdə məsəl üçün belə deyək də, biz Braziliyada danışırıq ki, futbol Braziliyada yəni doğulub. Braziliyada hansı küçəyə getsən, o küçədə futbol meydançası var, uşaqlar futbol oynayırlar. Və ya Amerikaya getsə hər bir məhəllədə baxırsınız ki, basketbol meydançaları var, hər kəs basketbol oynayırlar. Və bu artıq uşaqlar arasında məhəllədə bu hobbi formasına çevrilir. Və bu təbii ki, bizdə məktəblərdə bu professional olmalıdır, orta məktəblərdə. Orta məktəblərdə var, amma o səviyyədə deyil. Ondan əlavə klublar, akademiya məsələləri var. Yəni idmançı mütləq olaraq gündə 2 məşq, qidalanmaq və dincəlmək, istirahət eləmək üçün bu akademiya şəraitində olur. Bu evdən məşqə gəlsin, getsin, bu ilə olmur. Bu akademiya olmalıdır. Hər hansı bir dönəmdə məsələn Bakı Akademiyası vardı, Qəbələ vardı, amma artıq onlar da o səviyyədə deyillər. Ona görə burada iş mən düşünürəm ki, sıfırdan qurulmalı və yeni akademiyalar açılmalı və uşaqlar cəlb eləməlidirlər. Ya səncə bu problemlərdən biri budur. Amma problemlər çoxdur orada. Yəni başqa problemlər də var. İndi mən futbol mütəxəssisi olmadığı üçün və bəlkə çox danışıldığına görə elə problemlər də çox görürsən. Bəlkə də güləşdə də var o qədər problem. Güləşdə də təbii ki, problemlər var. Güləşdə də var. Amma belə deyək də, güləşdə qazanılan uğurlar artıq o problemə örtbas edir. Amma təbii ki, güləşdə də o qədər problemlər. Məsələn, siz onu götürək. Son qazanılan uğurlar fantastikdir. Ki, qızıl, özü fantastik qələbə, Hidayətin qələbəsi fantastik qələbələr idi. Amma təbii ki, danışdıqsa orada da problemlər var. Amma qazanılan nəticələr onu örtbas edir. Amma futbolda bu gün nəticələr futbol sevərlərin ürək istədiyi kimi olmadığına görə ilk öncə təbii ki, problemlər ortaya çıxır. Mən ümumiyyətlə sənin haqqında internetdə oxuyanda, maraqlananda gördüm ki, elektron ensiklopediya vardı, Wikipedia. Orada xeyli böyük bir məqalə var sənin haqqında. Kifayət. Sən özün yazmısan onu, yoxsa kimsə yazıb? Yox. Mənim də xəbərim yoxdur, kimsə yazıb. Çünki hər şey haqqında demək olar. Mən də görmüşəm. Azərbaycanda, məsələn, hansısa bir Azərbaycanlı idmançı haqqında o boyda məlumat alması, verilməsi çox maraqlıdır. Səhv eləmirəmsə, onu mən də yazmamışam, görmüşəm. Səhv eləmirəmsə, mən qaynətam onu yazmışdı. Çünki mənim qaynətam publisist, yazar idi. Artıq dünyasını dəyişib, Allah rəhmət eləsin. Səhv eləmirəmsə, o yazmışdı. Amma tam dəqiq bilmirəm. Onu yazma, mən düşünürəm ki, o yazmışdı. Mən elə bildim ki, əksinə sənin elə qaynatığın publisist olması bəlkə də bir həvəs yaradıb səndə ki, bax bu yazıya, oxumağa, bəlkə ondan yaranıb hardasa həvəs ki, özün yazmısan və yaxud da. Yox, özüm yazmamışam, qeyd etdiyim kimi, amma qaynatamla həmişə söhbət eləyəndə o adam maraqlı adam idi mənim üçün də, çox maraqlı adam idi. Daim biz oyuna söhbət etdikdə həmişə mənə maraq yaradırdı oxumaq. Ümumiyyətlə uşaqlıqda mənim marağım var idi oxumağa, amma seçdiyim idman sahəsi müəyyən vaxtlarda elə idi ki, o qədər vaxt yaranmırdı mənim oxumağım üçün. Amma qaynatamla tanış olduqdan sonra və onlarla oyuna söhbət etdikdən sonra, danışdıqdan sonra artıq məndə belə də ikinci bir həvəs yarandı, oxumağa başladım və ondan sonra artıq mən illər demək olar ki, ədəbiyyatın bütün növlərini oxuyuram, yəni bütün janrlarını oxumağı sevirəm.
Yəni hansılara məsələn oxuyursan? Son məsələn xoşuna gələn, yadda qalan məsləhət kimi. Son oxuduğum belə deyək də müəyyən kitabları var. Məsələn, ən son oxuduğum kitab Atomik Vərdişlər deyə bir kitab var. Düzdür, yazan müəllif ilk yazdığı kitabdır. Yəni bəziləri tərəfindən uğurlu kitab sayılır, bəziləri tərəfindən deyirlər ki, yəni bu kitabda yəni yazılan olsa biz bilirik. Amma son oxuduğum kitab Atomik Vərdişlər idi. Müəyyən dərəcədə uğurlu kitab da mənə elə gəlir. Çünki bestseller olubsa, artıq biz onun uğuru haqqında danışmaq biraz absurd məsələdir. Müəyyən dərəcədə uğurlu kitab da mənə elə gəlir. Ondan əvvəl mənim oxuduğum kitablar çoxdur. Mən ərəb dilində oxumağı bacarıram. Həm də anlamağı, yoxsa da oxumağı? Bəli, mən oxuduğum kitablar çoxu ərəbcə, Azərbaycanca oxumuram, ərəbcə oxuram kitabları. Ərəb dilini bəs harda öyrənmisən? Ərəb dili, yəni xüsusi hər hansısa bir məktəb keçməmişəm. Sadəcə olaraq yəni çox sevdiyim üçün, ərəb dilini çox sevdiyim üçün, yəni öz dostlarımızla belə öyrənmişik. Ondan sonra artıq təkmilləşdirmək üçün bizdə onlayn sayt var. Biz qoşulurduq onlayn sayta xaricdə. Onların sayəsində ərəb dilini hardasa oxumağı bacarıram. Ərəb dili kitablarını oxumağa üstünlük verirəm. Yəni dini mövzu oxuyuramsa ərəb dilində oxuyuram. Azərbaycan dilində oxumuram. Ərəb dilində əslində öyrənmək elə də çətin deyil Azərbaycan. Çünki Azərbaycan dilinin 30% ərəb sözləridir. Sadəcə qrammatikası həddindən qrammatikası çox çətin. Ərəb dilinin qrammatikası dünyanın ən çətin qrammatikalarından biridir. Bəli, Avropada məsəl üçün Danimarkalıların qrammatikası ilə çətin sayılır. Çox çətin qrammatika. Ərəb dilinin qrammatikası ona yaxınlaşır hardasa. Və ərəb dilinin söz bazası çox genişdir. Məsəl üçün biz götürəndə rus dilini, ingilis dilini, söz bazasını, ərəb dilinin tək söz bazası onlardan dəfələrlə artıq 12 milyondan artıq söz bazası var. Ona görə ərəb dilinin söz bazası bizdə məsələn ərəb dili elədir ki, qədim istifadə olunasa ərəb dil sözləri var. Bu gün məsəl üçün onlar istifadə olunmur. Eləsi də var ki, müasir dövrdə, yəni insanlar arasında istifadə olunan ərəb dili. Bunlar da fərqlidir. Məsələn, siz qədim kitab oxumaq istəyəndə ərəb dilində mütləq olaraq qədim ərəb dilinin istifadə olunan söz bazalarını müəyyən dərəcədə bilməlisiniz. Amma müasir kitablarda təbii ki, o lazım deyil. Amma ərəb dilində mən məsələn roman oxumağı çox sevirəm, detektiv oxumağı çox sevirəm. Detektiv demək olar mütəmadi oxuyuram, roman da oxuyuram. Sevimli onda yazıçı kimdir? Detektiv. Detektiv janrında ən çox sevdiyim yazısı Agatha Christie'dir. Yəni Agatha Christie bilirsiniz ki, dünyada Qurandan və Shakespeare əsərlərindən sonra ən çox satılan kitab müəllifidir. 4 milyarddan artıq. Bir sual onda sənə maraqlı sual verim, özüm üçün maraqlıdır. Məsələn, bəzi insanlar var ki, onlar birinci dəfə Agatha Christie'nin adını eşidəndə və onun yazısı detektiv yazısı, onun kişi olduğunu bilirlər. İngilis yazısını kişi olduğunu bilirdilər bəziləri. Sən də oyuna tanışlıq olanda belə düşünmüsən yoxsa? Ümumiyyətlə mən kitab oxumamışdan əvvəl ilk öncə o müəllifini araşdırıram, müəllifinin kim olduğunu və kitab haqqında ümumi bir fikir formalaşdırıram ki, özümdə yəni bu kitabı oxumağa dəyər yoxsa. Çünki o qədər kitablar var, oxuyuruq. Məsəl üçün bizdə maraqlı bir şey deyim. Tolstoyun məsəl üçün mənə məsləhət görmüşəm Anna Karenina əsərini. Çox maraqla oxudum. Ya böyük də kitabdır bilirsiniz ki, 750-700 oxudum. Axırda yəni oxu o qədər də maraq yaratmadı məndə. Düzdür, yəni Tolstoyun şah əsərlərindən, dünyaca tanınmış əsərlərindəndir, ən çox satılmış kitablarındandır, amma o məndə o qədər də maraq yaratmadı. Ona görə mən çalışıram ki, oxumaq üçün seçdiyim kitabları öncədən kitab haqqında məlumatım olsun ki, mən baxım. Agatha haqqında oxumamışdan əvvəl mənim məlumatım var idi, bildim, ingilis. Hətta detektiv janrı kraliçası sayılır. Agatha Christie milli isə mən deyərdim ki, Elxan Elatdin kitabları mən çox xoşlayıram. Çox xoşlayıram. Bəziləri xoşdur, bəziləri xoşlayıram. Yəni burada da təbii ki, yəni üst-üstə düşmür də müəyyən insanların kitabdan nə istəmək ən önəmlidir də. Bəzi insanlar məsələn bizim dostumuz var. O Atomik Vərdişlər oxudu, ortadan sonra oxuma dedi, yox bu deyil də. Deyirəm təbii ki, bu o deyil, ola bilər. Çünki bir insan kitabdan nə istəyir, ilk öncə onu bilməlidir. Sənin məsələn siz istəyəcəyiniz başqa şey ola bilər, mənim istəyəcəyim başqa şey ola bilər. Məsələn mən Atomik Vərdişləri nəyə görə oxudum? Baxırsan ki, orada müəyyən sitatlar gətirəndə yaxşı sitatlar gətiriləsi məsələlər var. Məsələn vərdişlər haqqında çox gözəl yazıb, ümumi vərdişlər haqqında da. Mən onu çox bəyənirəm. Agatha sevdiyim kitab müəlliflərindəndir. Azərbaycanda isə İlxan Elatdin mən çox sevirəm. Və təlim məşqə gələndə olursunuz, gelirsiniz, toplaşırsınız, yığışırsınız və yaxud da hansısa turnirlərə gelirsiniz, kitab oxuyursan, yəni boş vaxtlarda, yoxsa? Yox, kitab oxuyuram. Kitab. Yəni ki, başqa komandanın başqa üzvləri məsəl üçün, yəni kim var bizim digər idmançılar aramızda ki, görsən ki, yəni kitab oxuyan, çünki əksəriyyəti gənclərdir, zamanlar. Təəssüflər olsun. Biz çəkilişdən öncə də danışdıq. Təəssüflər olsun ki, bəli, bizdə gənclər, yaşlı idmançılar da var, kitaba o qədər maraqları yoxdur. Məsəl üçün biz dedik ki, axırıncı Olimpiya oyunları Parisdə keçirildi. Mən təəssüflər olsun ki, heç bir Olimpiyada
iştirak edən idmançımızı, məsəl üçün Louvre-un qarşısına şəkil çəkdirib paylaşan görmədim. Hər kəs efirin qarşısında paylaşır, hər kəs yarışdan paylaşır. Tamam, efir, yarış bu yaxşıdır. Heç nə demirəm. Ancaq orada Louvre kimi böyük bir muzey var, hansı ki bəlkə də heç vaxt orada olmayacaq. Bəlkə də heç vaxt olmayacaq və bəlkə də Louvre haqqında məlumatları yoxdur da. Mən onu deyirəm ki, gərək idmançılar savadlı olsunlar. Yəni hər bir idmançı savadlı olmaq məcburiyyətindədir. Nəyə görə? Çünki hər bir idmançı qıraqda öz millətini təmsil edir. Hər kəsin arxasına Azərbaycan yazılır. Ona görə həm Azərbaycanı təmsil eləmək adından, həm də ki, hər bir idmançı savadlı olmalıdır. Nəyə görə? Sabahçı gün idman karyeralarını bitirdikdən sonra artıq onlar bu cəmiyyətin belə deyək, bir üzünə çevrilirlər. Ona görə burada bizdə idmançılar elədir ki, nümunə alan gənclərimiz çoxdur. O gəncləri yönətmək baxımından hamısı savadlı olmağa çalışmalıdır. Mən bir maraqlı faktı qeyd edeyim. Biz 2-3 il əvvəl komanda olaraq ilk dəfə tarixdə Avropa çempionatında ölkə başçısı bizi qəbul elədi. Qəbul eləyəndə orada çıxış üçün mənə söz verildi və mən ölkə başçısının qarşısına çıxış elədim və qazanılan medallar, komandanın uğuru haqqında, ümumi məzmun haqqında danışdım və mənim çıxışımdan sonra ölkə başçısı mənim qazandığım bütün nəticələri ard-arda sıraladı. Ard-arda sıra. Bu məni həmin vaxt çox təəccübləndirdi ki, yəni ölkə başçısının başına bu qədər məsələlər, bu qədər problemlər, ona baxmayaraq yenə də bu insan mənim medallarımı ard-arda sıralamağa başladı. Bəlkə də belə deyək, atamdan soruşsam ard-arda medallarımı sıralaya bilər. Deyəcək Avropa dünya çempionatı, amma ard-arda bəlkə də sıralaya bilər. Amma ölkə başçısının bu sıralama mənim üçün çox belə qəribə bir təəssürat yaratdı məndə. Sonra mən fikirləşdim bunun haqqında. Nəyə görə? Yəni mən ölkə başçısının bu qədərmi önəmliyəm, yoxsa idman ölkə başçısının bu qədərmi önəmlidir? Belə bir qərara gəlirəm ki, burada məsələ idman və idmançı deyil. Əsas idman və idmançının cəmiyyətə ötürdüyü enerjidir və cəmiyyətə ötürdüyü nümunədir, müsbət nümunədir. Ona görə mən düşünürəm ki, idmançılarımız müsbət nümunə olmaq üçün ilk öncə yəni oxumağı bacarmalıdırlar, səbirlə oxumağı bacarmalıdırlar. Yəni kitab oxumaq həqiqətən həm insanın söz bazasını genişləndirir və idmançılar baxırıq müsahibə verən heç bir müsahibə vermək istəmir. Hamı müsahibədən qaçır. Amma hansı ki idmançı müsahibə verən öz işindən danışır. Yəni ondan heç kim siyasət haqqında, fəlsəfə haqqında danışmaq istəmir. Sadəcə mübtəda ilə xəbəri düzgün qoymaq oldu, yerinə olmadı, çətin oldu. Məktəbdən yaxşı oxumusan, yoxsa sonradan yaranıb sevgi? Yoxsa elə bir qaynatan demək olar ki? Yox, mən məktəb vaxtından yaxşı oxumuşam, həmişə fərqlənmişəm, amma işimlə əlaqədar olaraq məktəbi tam axıra qədər oxuya bilməmişəm. Nəyə görə? Çünki bizdə elə idman sektoru olub ki, ancaq yığma komanda tərkibində təlim məşq toplananda xaricdə olmuşam, yarışlarda olmuşam. Düzdür, ali təhsiləm, universitet bitirmişəm, amma oxumağı uşaqlıqdan sevmişəm. Amma bu son illərdə artıq mən düşünürəm ki, mən elə gəlir yaş hamilə də öz sözünü deyir. Şəhərə çıxmağı məsələn sevmirəm. Ancaq oturaram, ya futbol olararsa yoldaşlarımızla, dostlarımızla futbol oynayaram, ya da oturaram, kitab oxuyaram, ya da öz uşaqlarımla məşğul olaram. Onlar hansı ki, gələcəkdə onları da idmana yox, təhsil yönündə yönləndirmək üçün onlarla daimi təmasda olaraq söhbət edirik. Bir bayaq danışdıqlarımız arasında bir şey var idi ki, orada səndən soruşa bilmədim, indi soruşacağam. Dedin ki, ərəb dilində, ərəblərlə danışa bilirsən, yoxsa? Ərəblərlə danışmaq asandır. Nəyə görə deyirəm? Çünki bir var Quranın ərəb dili, bir də var ki, adi danışıq ərəb dili. Çox fərqli var. Çox fərqlidir. Çünki yəni ki, bizim məsəl üçün öyrəndiklərimiz Quran ərəb dilidir. Gedib ona insana Suriyadakılarla məsələn danışa bilmirsən, başa düşürsən. Misirdəki ilə danışa bilmirsən. Fusa fərqi var. Ləhcə fərqi var. Ləhcə çox böyük. Yəni biz onu ləhcə deyirik, yalnız ləhcə deyil, dil fərqi var demək olar ki. Bəli. Yəni ki, sən hansılarla məsələn danışa bilirsən? Bizdə ərəb dilindən fusa deyilir. Yəni fusa ərəbcəsi odur ki, yəni ərəb dilinin özəyi. Məhz Qurani-Kərim ərəb dilindən nazil olub və bütün hədislər, Quranlar ərəb dilinə gəldiyi üçün o Fusa deyilir ona. Mən Fusanı bilirəm. Çünki siz dediyiniz kimi həqiqətən ərəb dilində o qədər böyük ləhcələri var ki də. Məsələn, bir söz başqa bir ləhcədə tam fərqlidir. Küveytlə tam fərqlidir. Suudiyada, Səudiyyə Ərəbistan tam fərqlidir. Orada elə olsa ki, ləhcəyə görə söz yerindən dəyişir. Yəni tam feil belə deyək də yerli köklü dəyişir. Başqa bir feili gətirib o sözdən əvəzləşdirirsən. Amma bir insan Qurani-Kərimi oxuyub başa düşmək istəyirsə və din mövzularını hər hansı bir kitab oxumaq istəyirsə, mütləq olaraq qrammatikanı bilməlidir. Ərəb dilində qrammatikanı bilmək üçün təbii ki, insan öz qrammatikasını bilməlidir. Mən məsəl üçün orta məktəbdə öz qrammatikamızı oxumuşdum, amma o qədər zəngin deyildi. Ərəb dilinin qrammatikası biraz rus dilinin qrammatikası daha yaxın. Bənzir. Rus dili ümumiyyətlə dünyada ərəb dilinin qrammatikasına rus dilinin qrammatikasını bənzədirlər, amma ərəb dilinin qrammatikası
daha zəngindir. Daha dərin köklərə bağlanır da. Məsələn, mən rus dilində araşdırmışdım. Biz indi müasir dövrümüzdə danışırıq rus dili zəngin, rus dili zəngin, rus dili zəngin. Amma baxırıq ki, məsələn, az öncə qeyd etdiyim Tolstoyun əsərlərinə, Dostoyevskinin əsərlərinə baxırıq ki, əsərlərin bir çox yerinə Dostoyevski, Tolstoy nəyisə başa salmaq istəyəndə öz dilində, rus dilində yox, fransız dilində izah edir və altda mütərizələ onun nə demək olduğunu izah edir. Və ya Pushkin əsərlərinə baxırsan ki, fransız, alman sözlərində çox istifadə olunurlar. Amma ərəb dili belə deyil. Ərəb dili çox zəngindir. Səncə ümumiyyətlə dünyada birinci idman növü hansıdır belə qəbul olunan? Yəni tarixdə hansı idman növü qəbul olunur? İlk dəfə Afinada yox, onu demək istəmirəm. Yəni ki, insanlıq yaranıb da, bəşəriyyətdə insanlıq yaranıb. Birinci idman növü hansıdır? Mənə elə gəlir atletika, qaçmaq. Ancaq rəsmən güləşdir. Rəsmən eramızdan əvvəl 2005-də rəsmən güləş sayılır ki, birinci idman növü. Yəni ümumiyyətlə necə təsəvvür edirsən birinci insanların birinci güləşməyini? Yəni necə ola bilər o? Yəni məsəl üçün mən belə təsəvvür edirəm. Təsəvvür edirəm ki, məsəl üçün hər hansısa bir mübahisəli bir mövzu varsa, onu döyüşməklə, vuruşmaqlansa, güləşməklə həll etmək olar və düşünürəm ki, yəqin ki, belə olub. Ondan əlavə peyğəmbərimiz də var ki, nə qədər nəvələrini güləşdirərdi və ondan zövq alardı. Güləş ümumiyyətlə, yəni dediyiniz kimi bizim eradan əvvələ təsadüf edir güləşin tarixçəsi. Amma idman deyəndə mənim ağlıma ilk gələn təbii ki, qaçış oldu. Amma güləşdə insan birinci başlayıb qaçmağa başlayır. Yəni bu da var. İlk ibtidai dövrdə yaxşı sizin nəsildə qohum-əqrabada balaca olanda, yəni ümumiyyətlə güləş var idi. Yəni güləşirdilər. Sən kiminləsə güləşirdin uşaqlıqda? Yox. Uşaqlıqda özüm güləşirdim, amma professional güləşçi yox idi. Yox, mən professionaldan danışmıram. Hə, güləşirdim. Mən həmişə güləşirdim. Mən elə özüm tanıyanda güləşirəm. Yəni uşaq artıq ayağın yer tutandan, gəzməyə başlayandan güləşmək istəmirsən də, belə dalaşqan olmusan. Həmişə dalaşqan o qədər də yox, amma çox güləşmişəm. Mən yadıma düşür, mən Beyləqanıyam, əslində Beyləqandanın rayonun özündə yaşayırdım. Biz nənəm yerə kəndə gedəndə, biz kəndə çatanda həmişə görərdim məndən yaşlı dayım oğlanları var idi. Görərdim ki, dayım oğlu da studiya olub Ramil Diniyev. Görürüm ki, Ramil həmişə xüsusi bir yer süpürtdürüb elib hazır saxlayıb ki, Ramil məndən çox böyükdür. Ramil 78-79 təvəllüdü, bir 15 yaşsa təxmini böyükdür məndən. Mən gedərdim ki, oradan hazırlayıblar mənim güləşməyim üçün. Mən gəlirdim, deyirlər ki, hakimlik onda həvəsə var idi. Və ondan vardı. Gəlirdik bizi kəndi uşaqlarına həmişə məni güləşdirərdilər. Həmişə güləşdirərdilər və həmişə də mən qalib gəlirdim. Həmişə heç güləşə getməmişdən əvvəl də həmişə güləşməyi sevirdim. Həmişə məni güləşdi. Həm rayonda, həm kəndə gedəndə nənə baba gəldi, həmişə məni güləşdirirdilər. Ondan sonra da güləşə gəldim. Eldən sənə təşəkkür edirəm. Mənə elə gəlir ki, biz qısa bir müddət ərzində çox maraqlı söhbət elədik. Mən sənə nəyə arzu edirəm ki, Allah nə xeyirlisidirsə onu sənə qismət eləsin. Özün məsəl üçün idmançı kimi, məşqçi kimi, idmançı kimi nəyə nail olmamısansa, əgər sabah gələcəkdə indi fikirləşsən ki, məşqçi olacaqsansa, bilməm indi bu sənin beynində var, yoxsa yoxdur. Əgər məşqçi olacaqsansa, sənin yetirmələrdə mən onu arzu edərdim ki, ən azından heç olmasa sənin nailiyyətləri təkrar eləsinlər. Sənə uğurlar arzu edirəm və bundan sonraki karyeranda yeni uğurlar, yeni Çox sağ ol, təşəkkür. Sağ olun.